Hyundai Sonata. Ümumiyyətlə mənim Sonata avtomobili ilə, belə deyək, Sonata modeli ilə tanışdığım 2009-lara dayanır. O vaxtlar bizdə ilk avtomobillərdən biri idi ailədə olan. Özdə 2.4 kantlı Sonata. Qəşəng disklərlə səliqəli, o da ağ rəngdə idi bu arada. İndi bu günə gəlmişik, keçmişi yad eləyək, Sonatada nələrin dəyişdiyini, nələrin inkişaf etdiyini görək. Həm də bu avtomobili sizə tanıdaq, çünki bizdən də istəmişdiniz. Düşünürəm uzatmadan başlaya bilərik. Hər kəsə salam. Bu gün sizlərlə mən Emil və kamera arxasında Nicat ilə birgə Hyundai Sonata incələməsi çəkirik. Hyundai Sonata ön ötürücülü bir sedan avtomobildir. Mənim sevdiyim avtomobillərindən biridir. Nə yalan deyim, yəni görünüşüdür, müəyyən qədər komfortu var. Səliqəli gündəlik avtomobillərdən biri ki, məncə ideal avtomobildir. Avropa İttifaqında bu avtomobil Y segmenti olaraq qəbul olunur. Amma Euro NCAP tərəfindən məsələn bu avtomobil D segmenti olaraq Large Family Car kateqoriyasına aid edilir. Belə qeyri-rəsmi jurnalistlər, mənbələr və dillerlər bu avtomobili D segmentinə aid edirlər. İndi bu avtomobili mən ümumi bir ilkin tarixçəsinə gələcəm. Sonata nədir, necə yarandı? Daha sonra da 2020 model DN8 kodlu Sonata haqqında sizə ətraflı məlumat verəcəm. Hyundai Sonata modeli ilk dəfə 1985-ci ilin noyabr ayında ictimaiyyətə təqdim olundu. Bu avtomobil arxa ötürücülü Hyundai Stellar modelinin əvəzinə gəlmişdi. Onun daha belə prestijli, daha yeni bir əvəzçisi idi. Bu avtomobil Koreya daxilində Sonata adı altında satılırdı. Amma Kanadaya gedən eksport modellər isə Stellar 2 olaraq adlandırılırdı. İndi gəlsək bizim bu DN8 gövdəmizə. Bu avtomobil 2020-ci ilin mart ayında, martın əvvəlində təqdim olunmuşdur. Martın 21-də isə Cənubi Koreyada satışa çıxmışdır. Bu avtomobil yəni eksport olunduğu ölkələr çoxdur. Bizim bugünkü avtomobilimiz 1.6 litr həcmində Amerikanka variantıdır. 8-ci nəsil Sonata yeni 3-cü nəsil arxitekturadan istifadə edir və Hyundai'nin Le Fil Rock konsepti ilə öncədən nümayiş etdirdiyi Sensual Sportness adlı ən son dizayn dilinə əsaslanır. Dizayn əvvəlki nəsillə müqayisədə daha cəsarətli və nəzərə çarpacaq dərəcədə fərqlidir. 2020-ci ilin sentyabr ayında bu avtomobilin Hyundai Sonata N-Line modeli çıxdı. Bu avtomobil 2.5 litr həcmində turbo şarjlı 4 silindrli Smart Steering mühərriklə təchiz olunmuşdu. 292 PS, arasında bir 450 Nm qədər torkumuz var idi. Dəqiq tork rəqəmini siz burada gördünüz. Həmin avtomobildə yaş 2 muftalı 8 pilləli robot sürətlər qutusundan istifadə olunurdu. Necə ki Elantranın N-i var, digər avtomobillərin, yəni i20N, i30N, Kona N kimi modellər var. Sonata üçün də biraz daha güclü N-Line olaraq buraxıblar. Həmin avtomobilin ötürücü sistemi ümumilikdə Kia K5 GT modeli ilə eynidir. Ümumilikdə bu gözəl Sonata modeli 2023-cü ildə bir dənə qəşəng daha belə sərt restyling gördü. Təbii ki, o restyling modelinin də incələməsi gələcək. İzləmədə qalın. Ondan davam edəcək. O özdə servis olacaq. Bu avtomobilimiz 1.6 litr həcmində Gamma mühərrik seriyasının 3-cü nəsli ilə təchiz olunmuşdur. İndi tapıb açıb göstərəcəyik. Deməli 1.6 litr həcmində turbo şarjlı 180 at gücü və 265 Nm tork hasil edən bir mühərrikimiz var. Bəli, əsas məsələ qaz amortizatorlarımız yerində. Kitay Avtopromunda olmayan bir şeydir. Onlar elə də tanış deyillər bundan belə bir şey var deyə. Ümumilikdə Gamma mühərrikləri 2006-cı ildən bəri istehsal olunur və Hyundai konsernində böyük bir yer tutmuşdur. Bir öncəki olan Alfa mühərriklərin əvəzinə gəlmişdir və ümumilikdə 3 nəsli var. Gamma 1, Gamma 2 və 3-cü olan Smart Stream xətti. Smart Stream mühərriklər 2019-cu ildə
təqdim olundu. 2020-ci ildən istehsal olunub avtomobillərin qoyulmasına başlanıldı. Siz məndən problemlərini soruşsaz, çox bir şey deyə bilməyəcəyik, çünki bu mühərriklər yenidir. Elə də böyük bir problemlərə yol açmıyor. Resurs nə qədərdir soruşsaz, ortalama, yəni zavodun qoyduğu bir resurs yoxdur. 240 min kilometr belə fix bir şey var. 240-250-nin üstün görür deyə. Biz fərdi istifadələrdə görürük ki, 340-350 min kilometr yürüşlərdə olan 1.6 GDI mühərriklər var. Ümumilikdə nədir? Hər şeyin əsası yaxşı baxımdır. Yağını, filtrini necə deyək, vaxtı-vaxtda dəyişməkdir. Bir də ki, yaxşı benzin. Ondan sonra sizin mühərrikinizdə çox bir problem olmayacaq. Öz tempində sakit gedən bir avtomobildir. 0-dan 100 km-ə qədər olan sürətlənməsi 8.5 saniyədir. Hal-hazırda avtomobilimizlə biz 0-dan 10 km-ə qədər sürətlənmə edirik. Avtomobilimizi tam sport rejimə gətirdik. Yarpaqlardayıq. Traction'ımızda tam söndürmüşük ki, bizə rahat sürətlənməyə imkan versin. Diblədik. Gedirik. 10 kilometri gördük, keçdik. 12 14 kilometr və küləyin fitini də eşidirsiniz. Yəni orada küləyin bir fit çalması var. Yəni bu avtomobildən güclü bir sürətlənmə və yaxud da başqa bir şey gözləməyin adı yoxdur. Yəni səliqəli bir avtomobil, nə deyə bilərsən bunun haqqında? Öz vidi var, öz duruşu var, müəyyən komforta da sahibdir və bir Koreya avtomobildir. Hyundai sevənlər üçün ideal seçimlərdən biridir mən düşünürəm. Yəni gündəliyə bizim avtomobilimizin bu mühərriki Smart Steering mühərriklərindən G4 FP modifikasiyasıdır. Ümumilikdə Smart Steering xəttinə 5 mühərrik daxildir. Hətta onların arasında 1.6 hibrid sistemli olan mühərriklər də var. Sürətlər qutumuz isə 8 pilləli Hyundai'nin öz istehsalı olan Smart Steering 8 sürətləri qutusudur. Öncəki sürətlər qutularına nisbətlə daha yumşaq keçidlər və reaksiyası isə daha cəlddir. Sürətlər qutusunun 8 pilləli olması bizə həm ekonomluq verir, həm də müəyyən qədər də komfort verir. Zaten belə bir avtomobil alan adam bunda komfort axtardığı üçün alır. Keçiricimiz də budur. Yəni modlarımız buradadır. Sakit şəkildə hərəkətə başlayır. 8 pilləli avtomatdır. Keçirmələri hiss eləmirsiniz. Yəni çox ani reaksiyası da yaxşıdır. Yəni biz anidən qaza bassaq da bizə geri dönüşü verir. Keçirmə zamanında komfortlu yürüyüş verir bizə. Ümumiyyətlə avtomobilin zaten məqsədi odur ki, gündəlik avtomobil olaraq sizə yaxşı şəkildə xidmət eləsin. Bu mühərriki digərlərindən fərqləndirən özəlliyi isə CVVD adlanan yeni ayırma fazası var bunun. Daha belə ekonom və daha effektivdir bu. Sonata modelinin Amerika bazarı üçün olan komplektasiyalarına diqqət yetirsək, 4 komplektasiyası var. SE, SEL, SEL Plus və Limited. SE və SEL modellərində 2,5 litr həcmində 191 at gücü hasil edən bir mühərrikimiz var. SEL Plus və Limiteddə isə 1,6 litr həcmində burada olan turbo mühərrikdir. Avtomobilimizin komplektasiyası SEL Plus'dur, amma disklərimiz Limited'in diskləridir bu arada. Yəni bunlar Limited'də gələndir və çox qəşəng görünürlər. Yəni bunun vidini tamamlayır. Bir dənə nə çatışmır? Spacer lazım dala qabağa. Tam belə fitmenti otuzdurmaq üçün. Bu avtomobilin ən full komplektasiyası elə Limited sayılır. Əlavə özəlliklər, dəri kombinasiyalı oturacaqlar. SE-də ən base komplektasiyada parça salondur. Yəni alırsınızsa məsləhətim o da olar ki, komplektasiya önəm verənsinizsə təbii ki də SEL, SEL Plus və Limited'a doğru getmək olar. Məsələn, mən avtomobili müəyyən qədər dolu komplektasiya olmasını sevən biriyəm. Dəri salon falan öncəliyimdir, necə deyərlər. Audio sistem də yaxşısı yuxarı komplektasiyadadır. Burada Bose-un audio sistemi var. İncələməsini çəkdiyimiz Elantra N modelində də Bose-un audio sistemi idi bu arada. Xətti izləmə özəlliyi var. Özü bizi xəttə saxlamağa çalışır. Gəlin indi sizə avtomobilimizin hazır bu xətti saxlama özəlliyini test eləyək. Bu dəqiqə xətti tutur, hələ ki dönür. Özü bu dəqiqə xətti saxlayır. Bizim incələməsini çəkdiyimiz avtomobillərdə bu xətti tutma özəlliyini biz elə də test eləməmişik. Amma bu avtomobildə bu dəqiqə test sırasında görürük ki, özü idarə eləyir, özü xətti görüb bu dəqiqə. Mən əlimi buraxmışam. Döngələr də yüngül döngələrə falan girir. Əslində qəşəng rahat özəlliyidir. Trasda olanda sizə müəyyən qədər komfort verəcək. Cruise-ə qoydunuz, xəttin tutulmasını qoydunuz. İkinci palasa rahat-rahat gedirsiniz. Limited komplektasiyasında 360 kamera özəlliyi var və o 360-da səhv eləmirəmsə, bizim çəkdiyimiz Grandeau'da da var idi o özəllik. Biz dönmə işığını yandırıb dönərkən displeydə bizə məsələn sol dönmə işığını yandırsa, solu göstərir bizə sol tərəfdə nə baş verir deyə, sağı yandırsaq sağda nə baş verdiyini göstərir. Ona görə biraz da əlavə rahatlıq qatır bizə. Avtomobilimizin təbii ki komplektasiyasında kör zona da var. Bu avtomobildə zavod olaraq bu komplektasiyasında ambiyans işıqlar yalnız və yalnız ön tərəfdə var. Arxada olmur. Amma bizim avtomobilimizdə sonradan önünkü də dəyişib, arxankı da dəyişib, daha keyfiyyətli və
gözəl formada yığılıb, necə deyərlər. Deməli bu avtomobilin öndə maneə olan zaman özü əyləcləmə və bizi xəbərdar etmə opsiyası var. Biz öndəki avtomobillə biraz məsafəni daraldanda bizə xəbər eləyir, hətta özü də əyləcləməyə başlayır. Yəni belə təhlükəsizlik sistemləri var, ona söz yox. Avtomobilin qapılarında açarsız daxil olma var. SE və SEL komplektasiyasında, SE-də dəqiqdir, yəni baza komplektasiyasında bu açarsız daxil olma düymə şəklindədir. Burada sensor paneldir, buna söz yox, gözəl. Yeganə minus hər bir komplektasiyada da bu arxada açarsız girişin olmamasıdır. Biraz təəssüf doğurur, 4 qapının 4-ündə də olsa daha əla olar deyə düşünürəm. Bu avtomobildə bunun reşotkası biraz genişdir, radiator barmaqlığı. Ona görə insanlar istəyə bilər və ya hər hansısa bir, yəni düşünə bilməyən diller mi deyim, kimsə servis falan təklif edə bilər ki, gəlin sizin radiatorunuzun önünü setkalayaq. Elə ki, buranı setkalayaq, sizin radiatoru qoruyaq. Yəni elə bir səhvə qəti şəkildə yol verməyin. BMW, Mercedes, yəni Rusiyada rəsmi diller bunu təklif eləyir. Yəni zavoddan bir şey düşünülüb ki, bu qədər hava alacaq. Siz o havanın qarşısını müəyyən qədər alırsınız və mühərrik az hava alır. Soyuması zəifləyir. Ona görə də boğulur, qızdırma falan kimi nüanslar olur. Elə səhvlərə yol verməyin. Nədirsə odur. Faralarına gəlsək, fara qəşəng görünür. Buradan belə getməli falan qəşəng formasına söz yox. Bu gördüyünüz element, yəni bu faraya birləşikdir. Ümumiyyətlə bu şılkoqrafiya adlanan bir şey var, odur. Burada yəni şılkoqrafiyadır. Kənarlarına baxsaq, bu kənarda aerodinamikamız var belə deyək. Buradan əlimizi salanda bu tərəfdən qarşılanmır. Yəni bu elə bir ki, prosta bura girir, bir qıraqda dayandı. Amma ki, içəridən baxanda düşünürsən ki, qarşılayacaq. Orada yerlər var. Prosta bu tərəfdən, yəni ora çıxmaq olmur. Niyə var? Dizayndır, söz yox. İndi avtomobilimizin baqaj həcminə doğru gəlsək, deməli baqajımızı görürük burada. Təbii ki, heç bir düymə falan görünürdə heç nə yoxdur açmaq üçün, buralarda bir şey. Tam yenə bu Hyundai logosunun tam burasında, üstündədir. Arxa görüntü kamerası da buradadır. Elantra N-də də demişdim. Burada baxırsan buna belə, ağappağın ortasında bir dənə qara. Çox vidi körləyən bir şeydir. Yəni bunu necəsə bir daha mürəkkəb ya burada qoysaydılar. Yəni burada yenə qarada qara itirmək olardı. Burada ortada mən heç bəyənmirəm bunun görünümünü. Qara avtomobildə kamufle olacaq, görünməyəcək. Amma ağda burada ortada bir dənə qara nöqtə. Deməli gəl bura, gəl bura. Bastım burada hansı maşında belə gizli funksiya var? Bu nədir burada ortada? Ağ maşın. Nəzarətə nəzarət. Nəzarətə burada. Bu nədir burada ortada? Baqajımızı açırıq. 510 litr həcmində baqajımız var bizim. Mən diqqət yetirmişdim. Deyəsən bu Amerika bazarında ekonomiya eləmək üçün. Bax, bunların üstündə olan apşıfqa olur, o yoxdur. Bunların üstünün belə korpusu olur belə deyə. O yoxdur bunda, açıq şəkildə. Yəni onu bağlamaq yenə də ixtisar mı eləyiblər, ekonomiya mı eləməyə çalışır Hyundai Amerika bazarında, nədir bilmirəm. Olmaması pis görünür. Baqaj həcmimiz ümumilikdə gördüyünüz kimi dərinliyi də qəşəngdir, eni də. Bir dənə ağzı balacadır, amma belə ümumi yükü qoymaqda falan çətinlik yaşamayasınız. Baqaj həcmini artırmaq istəsəz də oturacaqlarımızı yatdıra bilirik, ikisini bir, birini bir. O da düşünülüb. Deməli bunun altında nə var desəz, bir dənə ehtiyat təkərimiz var. Ehtiyat təkər deyəndə dakatkadır. Tam ölçülü bir ehtiyat təkər deyil. Təkər təmir kiti var, damkratımız falan öz yerində. İndi baqajda olan digər nüansa gəlsək, düzdür, əgər bu avtomobilin siz bütün incələmələrinə baxmışsa, hamı tərəfindən deyilib, biraz üstündən keçilmiş bir şeydir, amma bizdə bildiririk, baxmayanlar varsa. Burada bu baqajı bağlamaq üçün heç nə yoxdur. Bunu nə olardı ki, biraz içəridən eləyərdiniz, əlinlə tutub belə bağlayasan. Yoxdur, heç nə yoxdur, heç bir elektroprivod yoxdur ki, mən bu baqajı səliqəli formada bağlayayım. Baqajı bağlamaq üçün ya buradan tutub bağlamalıyam, ya da ki, məcbur, gətirdim, əlimi batıracam, bağlayacam. Arxa stoplar gözəldirmi? Gözəl. Görünüş, yəni mənim xoşuma gəlir. Bu yeni Sonataların ümumilikdə görünüşü çox belə səliqəli, vid baxımından, görünüş baxımından çox səliqəli maşınlardır. Ona söz yox. Yəni Koreya avtomobillərinin düzdür, mən o qədər bəyənən olmamışam, fanatı deyiləm. Gündəliyə seçim axtarırsınızsa, Sonata gedərmi? Gedər. Öz qiymətdən görə məni cəlb edən bir avtomobil olub, qəşəngdir. İndi bir sıra nüanslar var, onlar da ki, kimsə üçün elə də vacib bir şey deyil, üstəsindən gələ bilər, göz yuma bilər, ona görə okeydir yəni. Koreya avtomobilləri haqqında bir şey var ki, Koreya avtomobillərinin askı sistemləri biraz daha sərt olur Alman avtomobillərinə, digərlərinə müqayisədə. Biz də onu yoxlamaq üçün biraz belə deyək, dımırlı, nahamar yollardan bu dəqiqə hərəkət edəcəyik, görək özünü necə aparır. Ümumi bu dəqiqə avtomobildən ilkin təəssüratım nədir soruşsaz, sükanı çox qəşəng, yumşaq sükanı var. Yəni nahamarlığı bir dənə normal atıb tutdu. Yəni hiss elətdirir sərtliyini, buradan gərək biraz ilan kimi keçəsən. Belə nahamar hissələrin üzərindən keçsək, yatan polisin üstündən keçəndə hiss edirik ki, sərtliyi var. Amma bu dəqiqə məsələn nahamar yerindən hərəkət edir, daşlı yolla hərəkət edirik. Bizə elə də bir narahatlığı yox. Avtomobilimizdə 92 yancaqdan istifadə olunur, amma mühərrikin sıxışdırma dərəcəsi 10.5. Normalda 95 tələb eləməlidir bu avtomobil. Amma 92 ilə problemsiz işləyir. Yəni mən bunu biləndə biraz şaşırdım. Yəni aha.
Ümid necədir arxada? Ümid hoppanıb düşür arxada. Mən özümü açmayayım da. Belə ideal gündəlik avtomobil istəsəz, biraz da komfortdan askı sistemindən əməli sollayır o. Askı sistemindən qurban verəcəksinizsə, sizin üçün yaxşı seçimlərdən biridir. Yəni mən deyirəm də, Hyundai'ın ümumiyyətlə Koreya avtomobillərinin askı sistemin dərdi olmasa, bayadan tappadap gedir. Dərdi olmasa mən bu avtomobili almağı düşünərdim. Avtomobilimiz 92 benzinlə, trasda hardasa 6-7 litr arasında yandırır, şəhərdə də 9-11 litr aralığındadır. Bu dəqiqədə məsələn baxırıq 10.3 litr göstərir. Bunu mən bu askı sistemin belə sərtliyini ilk dəfə belə özümü dərkəndə Kia K8-də hiss elədim Ankara vlogumuzda. Yəni düşünürsən ki K8-dir, yəni Kia'nın ən belə lüks modellərindəndir, biznes avtomobillərindəndir. Deyək ki askı sistemi sərtdir. Sükanın arxasında gördüyünüz bu yarpaqlar yalnız üst komplektasiyalarda gəlir. SEL Plus və Limiteddə. SEL-də gəldiyini düşünmürəm, yəni SE-də dəqiq gəlmir. SEL-də bu yarpaqcıqlarımız var. Sürətlənməsi plavnıdır. Yəni, bu dəqiq dediyimiz kimi nahamarlıqdan hərəkət edirik. Belə daşlı yolda okeydir. Amma bir yama falan olsa biraz işimiz çətinə qalır. Sükanını bəyəndim bu arada. İlkin görünüşdə adam düşünür ki, tutmağa elə də rahat olmaz. Amma ya istəsəz buradan, ya buradan belə tutacaqsınızsa sizə rahatdır. Bir dənə bu dəri plasmas kimidir. Yəni, tam da dəri deməzsən, bunu sərtdir biraz. Elə ki, təzədən üzlətsəz daha yaxşı olacaq. Amma salon interyeridir, oturacaqların yumşaqlığıdır falan yüksək səviyyədədir. Mən yəni bəyəndim oturacaqlarını. Qapı-ruçkalarını da bəyənmədim. Nüans bunun çox qalın olmasıdır. Mən öyrəşirəm biraz incə olsun, o rahat tutun. Burada gərək belə əlinlə tutunasan ona ki, bunu rahat bağlaya biləsən. Ümumi audio sistemimiz bu avtomobildə Bose firmasına məxsusdur. Bose'un da audio sistemləri belə deyim. Sən ortadan çox yuxarı qaldırsan, lap yuxarı tonlara gətirsən səsi, artıq biraz cızırtı, biraz qulağı deşə bilər. Amma ona kimi akustika normal, yəni yetərlidir buna görə. Bayağı bildirdiyimiz Sonata N-Line modeli 2.5 litr həcmində turbo mühərrikə 290 at gücünə sahib olan avtomobil 2021-ci ildən ABŞ bazarına gəlmişdir. 2020-ci ildə Amerika bazarında yox idi. O avtomobildən bilmirəm bu arada Azərbaycanda varmı? Bəlkə də var, ola bilər. Amma görməmişəm. Maraqlı avtomobil, yəni yoxlamağa dəyər deyə düşünürəm. Elantra N kimi, amma həcmi daha çox 2.5 turbo, 290 at gücü maraqlı olar məncə. Biraz elə bir ki, sadə Sonata'nın performansı bəs eləmirsə, onu alırsınız. Amma məncə bura qədər bəs eləyəcəksinizsə. Avtomobilimizin xarici parametrlərinə diqqət eləsək, uzunluğu 4900, eni 1800, hündürlüyü də 1400 kimi bir rəqəmlərdə. Təbii ki, bu rəqəmlərin dəqiqi sizlər üçün buralarda bir yerdə çıxacaq. Disk təkər parametrlərimizə diqqət eləsək, 235-45 R18. Ön və arxa parametrlərimiz eynidir və avtomobilimizin klirensi 155 mm-dir. Qəşəng klirensi var bu arada, yəni hər yerdə məncə altını sürtməzsiniz. Tam bir daily car. İnteriyer bölümümüzə gələndə mən bayaq oturanda da hiss elədim. Oturacaqlar qəşəng yumşaq. Avtomobilimizin hal-hazırda 95-97 min kilometr yürüyüşü var və interyerin vəziyyəti və oturacaqların rahatlığı həqiqətən öz sözünü deyir. Mən bu qədər gözləmirdim bu arada, amma həqiqətən qəşəng rahatdır. Oturacaqlarımız dəri və yumşaq parça materialla kombinasiya olunmuş şəkildədir. Bu ortada. Bu yenə Jetta incələməmizdə də bu boş idi bunun üstü, qapağı yoxdur. Yəni çox böyük bir nüans deyil, amma bağlı olması məncə daha yaxşı olardı. Daha səliqəli bir görüntü verərdi. Nəinki burada belə açıq olması. Bunu belə bağlayanda ümumi arxa sıramız qəşəng, rahatdır. Diz məsafəsi 1.75 boyum var. Baş məsafəsini göstərin birinci, budur bax. 5 barmaq hələ yerimizdə var. Burada belə içəri girməlidir ki, rahat əyləşə bilək. Diz məsafəsi də görürsüz. Yetəri qədərdir. Hətta indi biz bu oturacağın biraz da arxaya gələcəyini nəzərə alsaq, yenə diz məsafəmiz var bizim burada. Komforta söz yox. Arxa sırada deflektorlarımız öz yerini alıb, bunun olması yaxşıdır. Bir dənə şarj port var. Yenə də sürücü oturacağında setka yoxdur, qovluq yeri belə deyə. Amma burada var. Qapılarda da audio sistemimizin dinamikləri öz yerini alıb. Bu panel plastik deyil, yumşaq materialdan, plastik kimi görünə bilər. Buralarda davam eləyir. Burada yenə yüngül dəri üzləməmiz var. Bu element plastikdir, aşağı plastik. Burada da butulka falan qoymağa gərəksə yeriniz var. Ümumilikdə yəni arxa sıra qəşəngdir. Burada gözəl bir dənə panoramik damımız var və tavan materialı da sadə parça materialdır, amma qəşəng materialdır bu. Hyundai'nin özünə məxsus materialı var, bunu bəyənirəm mən. Elantra'da da toxunanda çox xoşuma gəlmişdi, belə deyim. Ümumilikdə yəni arxası belədir. Arxada belə oturdun, belə baxanda, məsələn, oturmuşsan belə böyrə baxırsan, düz stoyka ilə qarşılaşırsan, çölü görmürsən belə baxanda. Arxa sıra dinamiklərimiz, polkamız da var necə deyirlər. Burada da yerini alıb. Düşünürəm, sözü uzatmadan keçid ala bilərik sürüş testinə. Ümumi bu ön paneldə bizim burada bir dənə
Bardaşokumuz var qəşəng həcmdə. Ondan əlavə də burada da içi doludur, çox doludur. Onu yerə göstərmir, amma qəşəng həcmi var ki, xeyli dolu olduğu bilindi. Ön paneldəki burada müəyyən qədər yumşaq, burada plastikdir. Burada müəyyən qədər yumşaq materialla üzlənib. Ondan əlavə də burada gördüyünüz kimi klima panelimiz var. Oturacaqların qızdırılması qəşəng effektiv işləyir. Mən buna deyirdim, oturacaqlar rahat. Avtomobil sahibi deyir ki, sən get hələ bir servisdə otur. Yəni bu onların yanında heç nədir. O daha komfortludur. Plus da ki, daha dolu və yaxşısını istəyirsinizsə, limited alın. Yəni öz qiymətinə dəysin necə deyirlər. Deməli, sizə nəyi göstərim mən? Bunu gətirdik günlüyü. Günlüyün materialını o qədər bəyənmədim. Yəni belə nəsə o qədər də bilsən uzun ömürlü olacağını göstərmir. Düzdür 97 mindədir, amma biraz söhbəti var. Bunu açanda normalda işığımız avtomatik yanır, amma Hyundai necəsə olub? Bu Koreyalılar düşünüblər ki, gəlin bura bunu belə eləyək. 07 mi oldu? 07-də belə. 07-də o yoxdur. Soldadır. Solda o qapılarda. Bu güzgü üçün daxı. Yəni bunu niyə belə eləyəsən də? Nə qazandın da bunu belə indi? Bu normal belə açılanda gəlsin. İndi nəsə individuallıq, yenilik gətirmək istəyiblər deyəsən adamlar. Kstati, nəyə fikir verdim? Bu panel bir dənə Camry-ni xatırlatdı. 70 Kuza Camry Doresi даже 75'i onda da monitor yuxarıda, düz orada biraz daha böyükdür. Yəni onun görünümünü verir bizə. Və bunu bəyənirəm mən Hyundai-da, bax bu. Bu gözəldir. Buna söz yox. Bayaq Nicatdan soruşuram ki, avtomobillə bağlı hissiyatın nə? Deyir ki, Elantra ilə ortalama eyni bir şeydir. Yəni Nicat bir xeyli vaxt Elantra sürüb ki, biraz bahalı Elantra. Və bir də belə bir nüans var ki, bu Amerika bazarı avtomobildir. Askı sisteminin biraz da əlavə sərtliyi bu Amerika bazarı olmasından da dolayı gəlir. Bəlkə də servis avtomobilləri bu qədər də sərt deyil. Amma arxada mən bayaq oturdum sürüş zamanı. Arxada elə bir ki, mostdasınız da. Yəni bu müstəqil askı sistemi deyil. Arxa bizi belə bir dənə atıb tutur. Və səs izolyasiyası. Motor elə bil ki, burada bizim yanımızda oturub, bizlə birlikdədir. İzolyasiyanı artıra bilərsiniz. Arkaları falan belə şumka eləsəz, daha da sizə səssiz və komfortlu olacaq. Hətta Nicat deyir ki, mənim sürdüyümdə Elantrada dəri həm oturacaq full dəri idi, oje komplektasiyadır. Ondan əlavə deyir ki, dərisi daha keyfiyyətli idi. Və bu avtomobillərdə nə kimi bir nüans var? Avtomobil sahibinin dediyinə görə 100%-dən 2% olur. Bu monitorun proşovkası uçur. Yəni o gərək sökülsün, təzədən proşovka olunsun. Yəni belə bir xırdalıqda, belə bir nüansda yaşayırız. Biraz lotereya söhbətidir. Burada da uçduğunu demonstrasiya edə bilərik əslində. Bu dəqiqə yandırsaq məsələn, buradan oyanasını görməyəsiniz. Yəni görüntümüz budur. Gedəcək, gələcək, bu qədər. Şöbə bax. Gedir, gəlir. Bir neçə saniyə sonra gedəcək, gələcək. Proşovka eləndən sonra öz qaydasına qayıdır. Custom, Sport, Normal və Smart modumuz var. Smart mod bizə özü adaptiv şəkildə sürüş tərzimizi olaraq ayarlayır. Gərəkəndə bunu komforta gətirir, gərəkəndə bunu sporta gətirir. Mühərrikin səsi özünə görə belə basistli səsi var. Deməli bu avtomobildə digər nüanslar nədir? Sükanın dönmə bucağı az. Siz döndürürsüz, deyirsiniz ki, biraz gedəcək, tak dəydiyini hiss elədiniz. Mən onu öyrəşməmişəm, bayağı döndürəni gördüm ki, dirəndi bu. Elə bir nüans var və ən əsas məsələ əyləc sistemi. Əyləclər elə vaxt o ki, siz cüzi basanda anidən tutur, elə vaxt olur dibləməlisiniz ki, bu dayansın xeyli. Yəni əyləclər də o qədər ürək açan deyil. Biraz darabotka tələb eləyir. Ümumilikdə bilsən, elektronika ilə, təhlükəsizliyi ilə doldurulmuş avtomobildir. Məsələn, bagajın elektronikası yox. Bagajı bağlamaqda nüansı göstərdik sizə. Bir şey qoyublar, bir şey qoymayıblar. Yəni qoyduqları bəzi şeylər də artıq. Onun yerinə daha yaxşı eləyə bilərdilər. İndi bir cüzi əyləc testi eləsək 8 kilometrdən dayanırmı? Dayanır. Daha yaxşı ola bilərmi? Bilər. Və bəzən bu əyləc belə effektiv də olmaya bilər. Biraz keyfinə düşəndədir. Ümumilikdə düşünürəm, yəni bu videomuzda sizə bu avtomobillə bağlı bütün suallara cavab verə bildik. Mühərrik yeni mühərrikdir, sürətlər qutusudur, mühərrikdir, problemsiz işləyir, hər şey qaydasındadır. Nəsə bir yayılmış, xroniki və ya ortaya çıxmış böyük problemləri yoxdur. Sizə ciddi problem yaradarmı? Hələ ki yaratdığı bir problem görünmür 5 il ərzində. Ona görə də düşünürəm sağollaşaq. Daily Carsaz Instagram səhifəsinə və YouTube kanalımıza abunə olmağı unutmayın ki, növbəti buraxılışları qaçırmayasınız. Sağ olun, salamat qalın.